kənddir? Kənd deyil, bura Füzuli şəhəridir. Füzuli şəhəridir bura. Ha, burada şəhərin xəstəxanası. Təzə tikilən xəstəxanadır. Sağda. Füzuli şəhər. Füzuli. Xəstəxanaya göstər. Bax, buranı görsən, bura mənim daimin yurdudur. Bu deyir bura. Vəli daimin yurdudur. Bura Fialotovka deyirdilər. Fialotovka. Fialotovka, bəli. Bu təzə tikilən xəstəxanadır. Bu təzə bəli. 6 mərtəbəli xəstəxanadır. Neçə çarpayılıqdır bilmirəm, amma 6 mərtəbə olacaq. Bax, bura köhnə voyenkomatın yanı deyirdilər. Füzuli voyenkomat, hərbi voyenkomatın, hərbi komissarlığın yanı bax bura idi. Bax bura. Sola buradan yenirdin, baba sola kaydırdın, kolhoz bazarı idi. Baba bu sol tərəfdə. Tikilən. Balaca şəhər idi, nə idi? Bu da təzə tikililərdir. Təzə tikilən binalardır. Ha, təzə tikilən. Bu sağ tərəf Xanlar küçəsidir. Füzuli şəhərin mərkəzi idi köynə. Sabezin binası, İcra Hakimiyyətin binası, nə bilim müəyyən neçə nömrəli məktəbdir. O Görkəm peşə məktəbi idi. O 5 mərtəbə köhnə peşə məktəbi idi. Ermənilər oranı hərbi hiss eləmişdilər. Bu da təzə tikilən binalardır. Bəli, bu da təzə tikilən binalardır. Bura Füzuli şəhərinin o Aybasanı kəndi deyirdilər, onun üst tərəfidir, bax bura. Elə bu Azər İşığın köhnə binası elə mən yerindədir. Yenə təzədən tikiblər. Oradan da gələn yol, Hadrutdan Füzuliyə gələn yolda sağdan gəlir. İrəlidə Krupal birləşir. Ha, bura Dədəli Kruqu deyirdilər. Bax, bu irəlidəki Kruqa Dədəli Kruqu deyirdilər. Qabaqda da bir dənə yarım stansiya var. Ha, o rayonlar arası yarım stansiyadır. Ha, bu rayonlar arasıdır. Məsələn, Hadrutla Füzulini birləşdirir, Ağdamla Füzulini birləşdirir. İndi biz buradan sola qaydacağıq. Sağa Hadruta Cəbrailə gedir. Sola Ağdama, yenə Füzulinin kəndlərinə, Bakı gedən yol. Buna Dədəli Kruqu deyirdilər. Bax bu Kruqa.